Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Velhamdülillahi rabbil alamin ve salatu vesselamu ala seyyidina ve nebiyyina Muhammedin ve alihi tayyibin tahirin. Bəhsimiz tövsiqat ammədə idi. Bu dərsə 2 dənə tövsiqat ammədə işarə edir. Biri budur ki, səhabə olmaqlıq. Yəni hər kəs səlavat olsun. Dedi ki, nə peyğəmbərdə, nə imamlarda səhabə olmaqlıq kimisə siqəlin çatdırmır. Məgər ki, gərək sabit edək ki, o siqədir. Faktlar var ki, bunun əksinə də ona görə. İkinci tövsiq vəkil olmaqlıqdır. Aya görəsən bir kəs ki, imamın vəkilidirsə, vəkili. Naib yox ha, vəkil. 4 dənə naibdən danışmır, vəkil. Bir kəs ki, imamın vəkilidirsə, bu o deməkdir ki, o da siğədir yoxsa yox. Fərzimiz budur ki, o şəxs haqqında, siğəli haqqında bir söz gəlməyib. Ya hədis mi, başqa şey yoxdur. Sadəcə üçün o imamın vəkilidir deyə biz deyək siğədir. Belə bir şey olar, yoxsa yox. Əlbəttə ki, bunu bəhs demirlər. Deyirlər ki, bunu qoya-qıra bu cürə vəkil. Fərzə ki, bir kəs imam tərəfindən vəkil təyin olub uzun illərdir imam tərəfindən vəkildir. Və ölənə kimi də bu imam onu əzl eləməyib heç vaxt. Bu bir növ adama etminən xatircəmi gələ bilər ki, bu mötəbər adamdır. Xüsusən vəkalətin dini şeylərdə bilir. Bir dəfə var, imam birim vəkil eləyib ki, get mənsin bazardan kartoşka al. Budur imam vəkilidir. Get mənim məsələm üçün dəvələrimi sat. Get mənim üçün ticarətlə məşğul ol. Bu vəkalətdən danışmır yəni. Bu da ora aid olacaq. Amma bu ki, vəkil ki, uzun müddət ki, imama vəkil olur, özü dini şeylərdə, mənim tərəfdən cəmaata şəriət dinən, fətva vermən tərəfdən ya hədis dinən filan, başqa dini şeylər, bu adama xatircəmlik yarada bilər ki, bunlar siqətlər. Amma ümumi baxaq, ümumi deyək. Məsələn, fərz ki, bir kəs imamın vəkilidir, amma bilmir nə içindir vəkilidir. Ya uzun müddət deyir, vəkil olmaqsa kifayət edir, yoxsa yox. Müsənnif deyir ki, dəlil deyil vəkil olmaq. Çünki biz tarixi faktlarda görürük ki, imamın çoxlu vəkilləri olub ki, müxtəlif imamların. Onlar sonradan imama qarşı çıxırlar. Sonradan pis hərəkət edirlər. İmamdan dönüblər, vaqif-izadə olublar, ilə axır sayacaq burada. Amma onları deyənlərin, onların iddiası budur ki, bir nəfər Haciz haqqında şək edir. Haciz ibn Yazid haqqında şək edir. Ki, bu imamın vəkilidir, bu adam. Şək edir ki, bu düz adam deyir. Deyir ki, getdim imamla görüşməyə. Zahirən burada sahibəz zamanla görüşə getmək istəyir. İmam zamanlandır. O ki, əskər gəlib, orada əskər, İmam Həsən əskər əleyhissalamdır, sahibə zamanla görüşür. İlk getdim, amma yolda mənə xəbər çatdı o imam zamandan. Yəni, mənim məsələmə, bildi ki, mən nə üçün gedirəm imamın dalıca. İmam mənə bir yolla, vasitələ xəbər göndərdi ki, filan kəs. Hər kəs ki, biz tərəfdən təyin olunur, nə bizdə, nə də onda şəkk eləmə. Nə də gətirmirsən, yığmırsansa, xumus, zəkatı gətirmirsən, mənə verirsən, ver ona. Bəziləri bu sözü iddianı götürüblər, bunu götürüblər. Deyiblər ki, bəs hər kəs ki, imamın vəkilidir, ümumi olaraq şəkk eləməməli onda. Bu səbəblə bunu qəbul eləmir. Deyir, siz məsələni qatışdırmışsınız. Bu adam ki var, haciz ki var, imam öz tərəfindən vəkilib, dini mövzudadır, dini şeylərdədir. Bu sizin iddias xüsusi bir şey. Yəni iddias böyük bir şeydir, dəliliniz xüsusi bir şey içindir. Biz ümumi olaraq vəkillərdən danışırıq. O ki var, bir dənə vəkil olsun, dini mövzuda sənsin vəkil olsun, tədəyyün, dini şeylərdə və uzun illərdə vəkil olsun, ondan işimiz yoxdur, adama xatırlayın. Amma deyəsən, hər bir vəkil, yox, biz ümumi qanunu çıxarda bilməliyik. Çünki imamlarımızın çoxlu vəkilləri olub ki, xüsusən, çünki vəkalət mövzusu əsasən sistemli şəkildə dəqiq olaraq İmam Musa Kazım əleyhissalamdan başlayıb, çünki həbsdə idilər və lazım idi, çöldə dördülər, sistemli şəkildə. İmam Musa Kazım əleyhissalamın çoxlu, yəni ən az 3-ün adını çəkir burada, İmam Kazım əleyhissalamdan sonra bu iddiadaydılar ki, İmam Kazım əleyhissalam nə bilim ölməyib, qaimdir,
Məhdidir filan bəs məkan. Götürdülər, pulları mənimsədilər, hələyin yanında pullar var idi, bəziləri xərclədilər, bəziləri söndür. Xülasə, şahid var ki, misallar üçün, çoxlu imamlarımızın vəkilləri olub ki, onlar yollarını azıblar sonra. Yəni, dəlildir ki, vəkil olduğunu qutarır. Gərək biz onu araşdırırıq. Genə deyirəm, əgər bir vəkil ki, dini mövzuda imam tərəfdən qoyulur və uzun illərdir imamın vəkildir, ya imamların vəkilidir, olub da şəxsdə, onların işimiz yoxdur. Ümumi baxırıq mövzuya. Vəkil olmaq siqərli çatdırır mı? Sənin ürəyində yox çatdırır. Heç olur ki, məsələn, imamın din sahəsində vəkil olur, amma sonra çıxar. Bəli. O da var. Sonda orada şeyə düşdü ki. Onlar amma uzun müddət olmayıblar da, məsələn. Mən uzun illər danışıram. Məsələn, şəxs olub ki, həm İmam Kazım əleyhissalam, həm İmam Rıza əleyhissalam, həm İmam Cavad əleyhissalam, həm İmam Hadi əleyhissalam, 4 nəfər belə adamlardan mən danışıram. Əlbəttə ki, bu mövzulara iradlar var ha. Gəlib deyərək ki, niyə qığacam? Ümumi qanun qoyar. Hər kəs ki, imamın tərəfindən vəkildir, siqədir, qutardı. Məgər ki, sabit ola onun pisliyi. Bu saydığın adamların pisliyi sabit olur. Bunları çıx qalanlardan danışırıq. Bəhs eləyə bilərək kimsə. Amma biz mətləbi kitab əsasında yedik. Əs-sani vəkalə ənil imam. İkinci ki, var da o söz ki, bəhs eləyik, imam tərəfindən vəkalətdir. Rubbama tuaddu əl-vəkalətu ənil imam tariqən ilə vəsaqətir rab. Ola bilər, mümkündür ki, imam tərəfindən vəkalət olmaqlıq yol kimi sayılsın ravinin siqəli ilə. Və yustədəllu aleyhi, bu sözə dəlil var, dəlil gətirirlər ki, bima rəvahul Kuleyni. Kuleyni kimdir bilirsiniz? Kimi Kuleyni ağzı? Kuleyni kitabın, aferin, adı nədir? Aferin, adı Muhammed. Adı Muhammed, Allah, əhsən. Rəvahul Kuleyni ən Ali ibn Muhammed ənil Həsən ibn Əbdülhəmid qalə, budur. Şəkəktu fi əmrin, bir də məsələdə şəkk elədim. Şəkəktu fi əmr hacizin. Hacizin məsələsində şəkk elədim. Doğrudan bu düzgün vəkildir, yoxsa vəkildir, yoxsa bu nə məsələdir? Haciz ibn Yaziddir. Bu sonraki bəsliyi, o deyirləri, bəziləri deyir ki, mən sualdır özümə ki, şiyələr, o vaxtı şiyə alimləri adları niyə məsələn Ömər qoymuşdular, Yezid qoymuşdular, belə şiyələr adlar qoymurlar. Əsdir ki, sən o dövrdə ad mühüm mövzusu deyirdi, şəxsiyyət mühüm mövzusuydu. Ad gözəl adlardır bunlara. Yaziddən tutmuş, Muaviyədən tutmuş, ilə axır. Xulasa, mən şəkk elədim onda. Fəcəməətü şeyən, bəzi şeylər cəm elədim, yəni mal, mülk, şərbi, zəkat, mülk, xums yığdım. Thumma sirtu iləl əskər. Getdim əl-əskər. Əskər, həmin o, belə deyək, ças deyə, Azərbaycanda nə deyirlər? Hərbi hissə. Hərbi hissə idi Samirrədə. Samirənin yaxınlığında, Samirənin yaxınında hərbi hissə ilə məsumlarımız xüsusən İmam Nəqə əleyhissalam, İmam Hadi əleyhissalam başlayaraq orada şey alandaydılar. Yəni diqqət onun müasirədədir. Həm o şey yerində olanda belə deyək, hərbi hissədədirlər, həmişə daim müasirədə olsun. Bu özü rəvayətdir. Bəli, rivayəti şey kafidədir bu rivayət. Özü Kuleyni gətirir bu rivayət. Bəli. Samirənin bir dənə də adı budur ki, o Samirədilər mən... Nizami adam olurlar əvvəldən. Yox, Samirəyə niyə Samirə deyirlər? Hə, niyə deyirlər? Surra mən rəaya görə. Surra mən rəaya görə ki, bir dənə adıdır, başqa adı da başqa səbəbə görədir. Birini deyim, surra mən rəa olub, surra mən rəa, surra mən rəa, surra mən olub Samirə. Sevinir, xoşhal olur, hər kəs ki onu görür. O şəhər yaşıllıq şəhər olub, gözəl şəhər olub, ona görə. Əslində Bağdadın. İndi də Bağdadın yaxınlığı. Bağdadın, yox, Bağdadın. İndi Bağdadındır da. Kazımın özü şəhər deyil ki, Bağdadın bir dənə şeydir. Bəli, bəli, bəli. Məntəqənin adı olur. Bəli. Hə, Kazımın sonradan, Kazımın yox idi. Kazımın indi məhəl. Samirə bəli, Bağdada yaxındır, amma yenə də şeydir, başqa yerdə Samirə var. Bağdadın təhdində. Bəli, bəli. Xülasə Samirənin yaxınlığında da o yanlara getməyək. Yaxşı. Fəxərəcə ilə o danışır, ravi deyir ki, mənə çıxdı, kimsə imam çıxdı mənim qabağıma.
Leysə fina şəkkun. Bizdə şək yoxdur. Və la fi mən yəqumu məqaminə bi əmrinə. Və hər kəs bizim məqamımızda, bizim əmrimizlə oturub, onda şək yoxdur. Ruddə qaytar ma mə'əkə ilə Haciz ibn Yazid. O şey ki, nə var ki səndən, onu qaytar, onu get ver imamına, onun özünə. Yəni bu şəkillə səfərdə deyən ki var, ravi ki, danışıram. Bu Yazid ibn Haciz ibn Yazid onun məntəqəsində oturamıyor. Bəli, bəli. Onun məntəqəsini mən bilmirəm hardadır. Amma iki il onun özünə ver. Yox, elə bir şey onun məntəqəsində odur ki, o gedim imamın qoyduğum vəkildir, yoxsa şək edirəm, xoşuma gəlmir, gözümə dəymir. Bir də maşın yadır, yığıb bu maşını. Deyir ki, gedirəm, gedir imamla görüşmə. İmam indi ya özü birbaşa, ya vasitə ilə xəbər çatdırır ki, qayıt dala. Nə də yığıb gətirmirsən, get ver onun özünə. Bizdə və bizim təyin edilmiş şəxsdə şək eləmir. Siz diqqət edin, bu gətirilən bu söz vəkalət məsələsinin heç istidlalı deyil heç. Bəs diqqət eləsə, yaxşı irad edə bilərsiniz buna. Aydındır. İmam birbaşa təyin, afərin, xüsusidir bu, imam xüsusi olaraq. Afərin. Biri də gəlib deyə bilər ki, tövsiq xas deyil. Çünki imam orada ümumi qanun qoyub orada. Hər kəs ki, biz təyin edirik. Müəyyən eləmir. Amma burada xüsusi olaraq rival Haciz ibn Yaziddən də. Afərin. Budur. Bu elmi bəhs budur. Hey, irad çıxartsam bir şey. Yaxşı. Neyse falan. Və mimma yuxad aləl istidlal bir rivayə. Və bu ki, bilir ki, istidlal ki, rivayə ilə müddətlidir. Əvvələn, ənər rivayə əxəs minəl müddəa. Bu rivayət öz iddiasından xüsusi. İddia budur ki, hər kəs ki, vəkildir. Düz bu xüsusi bir dənə vəkildən danışır. 2. فإن الظاهرة أن المراد الوكلاء المعروفين الذين قاموا مقام الأئمة بأمرهم. Zahir rivayət məşhur olan şeylər, vəkillər danışır ki, imamın əmri ilə birbaşa təyin olur. Və hada qeyri kavnu ər-rəcul vəkilən lil-imam fi əmri dayatihi əv fi əmrin axir. Deyəcəyəm. Bu, o vəkillərdən olmamalıdır ki, odur ki, bəhsi ki, bir dənə vəkildir ki, öz daya, yəni malında, mülkündə. Daya, bəli. Ya başqa bir şeydir. Bəs bizim bəhsimiz budur ki, hər kəs ki, vəkildir. Amma sən mənə bir nəfər adamı gətirmirsən, hədis gətirirsən ki, o adam dini bir şeydir, xüsusi olaraq imam tərəfindən təyin olunur və özdə o adam mötəbər şəxsdir. Ondan danışmıyoruz. Biz hər kəsdən danışırıq. Hər kəs ki, imam tərəfindən vəkil olur. Belə deyək, vəkil olmaqlıq siqarin sübut edir, yoxsa yox? Yox, bizim bəhsimiz budur, vəkil olmaqlıq. Amma onlar isə vəkil olmaqlıq siqali sabit eləmək üçün bu rivayəti gətirirlər. Bu rivayət xüsusi oldu. Xüsusi dini bir şeydə məruf adamdır və imam tərəfindən xüsusi təyin olunmuş şəxsdir. Avval da bizə onu hər kəsi vəkil oldu imam tərəfindən. Avval bizə deyir ki, olmaz. Hər vəkil olmaq dəlildir ki, nə qədər adam o imamla gəlib dava eləyiblər. Sən malın belə oldu, əcəb eləmişəm yadır. Ola bilsin, imam bir adam yaxşı bazarlıq, ticarəti bacarır məsələn. Ona yaxşı ticarət bacarlığına görə verir ki, gel işdə bunu pul qazanır. Hər kəs ki, vəkil oldu, o demək deyir ki, tutardır. Vəkil burada ümumi mənadır. Saniyə, keyfə yumkinu əddu əl-vükəla əla vəkil itlaq min əsbab-ı təvsiq. Necə mümkündür ki, vəkilləri sayaq, yəni mütləq şəkildə qeydsiz, zadsız, təvsiq səbəbi kimi bir halda ki, məənnə bə'zul vükəla əmsal Əli ibn Həmzə Bətaini və Ziyad ibn Mərvan el-Qundiyə Qindi və Osman ibn İsa Ər-Ruasi, bunlar ki var bu 3 nəfər, yəni tamah salıblar, bizə deyirlər, tamah salıblar fid dünya və malu ilə hutamud dünya və dünyanın o aradan gedən dünya malı haqqında meyl ediblər ona. Aradan gedən dünya malına deyirlər. Yəni heç bir dəyər olmuyor. Və istəmalu, yəni istəmalu, yəni cəlb ediblər özlərinə, qovmə, bir iddə cəmatı yığıblar özlərinə, fəbədəlu ləhum, o bir iddə cəmatı bunlara pul veriblər, yəni xumsun, zəkatın zadın veriblər, onlar üçün, bu 3 nəfər üçün.
şeyən mimma ixtanahu minəl əmvar. O cürə mallar ki, xəyanət ediblər onda. Yəni, qərar imama versinlər, özlərini götürürlər. Və kana ində İbn Əbi Həmzə Bətayni, yəni 30.000 dinar, 3000 dinar elə bunun yanında qaldı. Yəni 3000 dinar qızıl ha, 3000 dinar. 3000 dənə belə sikkə sözü, sikkə bu boyda olmayıb, böyük sikkədir, qızılda. 3000. Çoxdur. Səndə çoxdur, yoxsa bunda çoxdur? 3000 varındı. Sikkə varındı 3000. Bəli. Və ində ziyadil qundi 70.000 dinar. 70.000 dinar var idi. Bunlar pulları götürdülər də, İmam Kazım əleyhissalamdan sonra qərar idi, gətirsinlər, təhvil versinlər İmam Rıza əleyhissalama. Nasıl? O da evin vaxtsadır, deyə yasıratır. Aydın oldu ağacaq. Nə? Bəli. İzə kənə ər-rəcul vəkilən min canibil imam tīlətə sənəvat. Tīlətə yəni uzun illərlə, həmişə yəni. Bəli, əgər bir dənə kişi imam tərəfindən vəkil olub, uzun müddətdir. Və ləm yərid bu fihi, yəni bu kişi haqqında zammun. Heç bir məzəmmətlə gəlməyib, imamlar heç bir əzl eləməyiblər, ömürlərin axına qalıb. Yumkinu ən təkunə qərinətən əla vəsaqətihi və thubati qədəmi. Bəli, bu əlamət ola bilər ki, bunların vəsaqətliyinə, düzlüyünə və onların qədəmlərində sabit olmasına, yəni yollarını azmayıblar, ayaqları büdürəməyib, onu ola bilər. Çünki minəl bəid, uzaq görüşdür, bəiddir ki, ən yəkunəl kazib vəkilən min canibil imam iddətü sənəvət. Uzaq görüşdür, bəiddir ki, bir nəfər yalancı olsun, imam tərəfindən uzun illər nə olsun, vəkil olsun. Demək, etibarlı adamdır ki, qalıb. Və la yadhar kizbihilil imam fəyəzilad. Ta ki, məsələn üçün, onun kizbi ona məlum olması, imam, ta ki, imam ona əzl eləsin. Yəni, bəiddir, uzun illər belə olsun. Bura qədər bizim tutardı. Növbəti tavsiq-i am ki var, biraz əvvələn oxuyacaq, o 1-ə qədər oxuyacaq, 1 var, 1. Biraz məlumat verək. Tavsiqat-ı am bildiyinizdə nə idi? Tavsiqat-ı am bu idi ki, qardaşlar. Ümumi bir dənə ünvanıdır ki, onunla kimisə siqədir. İndi bəhsdir ki, aya görəsən, şeyxu xətül icazə bir əlamətdir siqəliyə. Bu nə deməli şeyxu xətül icazə? Məsələn, fərz edin ağacan, mötəbər bir şəxsdir, çox mötəbər şəxsdir. Siqədir, biz onu tanıyırıq. Bir nəfərdən icazə alır ki, ondan hədis nəql eləsin. Məsələn, fərz edir ki, Kuleyni Əli ibn İbrahimdən hədis eşidir. Əli ibn İbrahim edir ki, əğay Əli ibn İbrahim, icazə versən bu hədisi səndən nəql eləyim. Yox, öz kitabını görəcək. Yəni, deyim ki, məsələn, Səmi'tu ən Əli ibn İbrahim. Bəlkə icazə vermirsən. Ya deyim ki, həddəfəni Əli ibn İbrahim. Buna icazə versən, yoxsa yox. Kuleyni barəsində bizim şəkkimiz yoxdur ki, hər şey yerindədir. Fərz edək ki, Əli ibn İbrahimi tanımırıq kimdir? Məlum olsa, o heç tanımırıq kimdir? Fərz edəsin. Sual budur ki, bu siqə şəxsin bir şəxsdən icazə alması, bir halda ki, onu tanımırıq, o kimdir? Onun da siqə olmağını sabit edir, yoxsa yox? Deyirlər, şeyxu ətdir icazə, yəni icazə almaq şeyxdən, şeyxi də siq edir, yoxsa yox? Şeyxə yəni ustaddır, ya hər ölkəsi yoxsa? Tələsmin, gələləm, hamısı yazılıb orada, tələsmin, səbin. Bəs bu olur ki, burada. Aya görəsən bir dənə etimadlı, etibarlı şəxs ki var, biz onu tanıyırıq, onda şək yoxdur. Birindən icazə alır ki, ondan hədis nəql eləsin. İndi icazə necə olur? Onları qabaqda oxuyacaq. İcazənin keyfiyyətləri var, surətləri var, metodları var. İcazə alırsa ondan hədis nəql eləsin. O icazə aldığı şəxsin siqəliyin sabit edir, yoxsa yox? Bunu bilsin, niyə deyirlər? Bizim bugünkü dövründə çoxlu alimlər, ustadlarımız var ki, ta imama qədər bu dəqiqə onlarda icazə var hədis nəql eləməkdə. Məsələn, ustaddan soruş, deyəcək ki, mən Kuleyninin hədislərinin nəqli mənə icazə ilə gəlib çatır. Məsələn, Kuleyni birinə icazə verir.
özünün tələbəsinə. O tələbədə birinə, o tələbədə birinə, ta hamısı tam mənə gəlir. Sanki mən rahatlıq, fərz elə mənə usta da indi fərz eləyə də indi Oğuzda. Mənə rahatlıqla deyə bilərəm ki, həddəsəni Kuleyni. Prosta vasitələr var da ortada. Mənə indi kimi icazə veriblər. Niyə bunu deyirlər? Çünki adətən bir adam ki birindən icazə alır, hədis nəql eləmək, ona etibar edir. Ona etibar edir, ondan icazə alır. Yox, belə hər kəsdən mən hədis nəql eləmərəm ki. Müasir dövrdə məsələn deyirlər ki, Mərəşi ki var, Mərəşi, Nəcəfi elə bir şəxsi, nəinki şiə alimləri çox ona hədis icazəsi vermişdilər, nəql eləməyə, hətta sünnə alimləri özlərində ona icazə vermişdilər, o qədər etibar edirlər. Mövzu buna görədir ki, aya görəsən bir kəs ki, müstəciz, yəni icazə alan, ki, müraciət gerir ki, mənə icazə ver, hədis nəql demə, demə ona etibar edir, ilmi icazə verir. Hər şey Kuleyni kimi bir adam, biz bilirik ki, şək yoxdur onun ədalətində. Bir nəfər X-dir, biz onu tanımır. Ona deyir ki, sən mənə icazə ver, səndən hədis nəql edin. Bu bir əlamət ola bilər ki, o adam etibarlı şəxsdir ki, Kuleyni ona icazə verir. Bizim hədis nəql edənlər ya. Niyə nəql edənməli? Bizdə kimdir? Amma bizdə silsilə sənəd yoxdur, müttəsil deyir bizdə. Biz hədisə uzaqbaşı birbaşa Kuleyni kitabından nəql edəcəyik. Deyərəm, məsələn, və ya da hansı təfsirdə... Ancaq Kuleyniyə görə, Kuleyniyə qədər səndə var sənəd, yox, sənəd yoxdur. Bəs diqqət edin bir dənə bura, bu nöqtə mühümdür. Gələk siz buranı tutasınız, bu bəhsi niyə açırlar? Bəhsi buna görə açırlar ki, mümkündür ki, biz düşünək ki, bir kəs ki, birindən, ustadından icazə alırsa, gəl mənə icazə ver, mən sənə hədis nəql edeyim. Demək, ustad etibarlı şəxsdir ki, mötəbər şəxsdir ki, ondan icazə alır. Və sonda icazəsi kifayət edir ki, onun ustadın da siğə eləsin. Bir halda ki, biz onun ustadı haqqında məlumatımız, fərzimiz budur ya. Fərz edək ki, Kuleyni Əli ibn İbrahimdən icazə alır ki, hədis nəql eləsin. Fərzimiz də budur ki, biz Əli ibn İbrahimi tanımırıq ki, bu siğədir yoxsa yox. Bəhs budur ki, Kuleyninin icazə alması ondan Əli ibn İbrahimi də bitsin siğə sabit edir yoxsa yox. Məlum oldu. Bu da bir neçə cürə. İcazə alır, icazə alır, sən özündən nəql edeyim, umumən. Yox, səndən eşitdiyim hədisi səndən nəql edeyim. İndi icazə metodları müxtəlifdir, qabaqda oxuyacaq. Bir dəfə deyəcək ki, icazə versən, sənin kitabın ki var, yazılıb hazırdır, oradan nəql edeyim, yoxsa yox. Bir dəfə imla kimi mənə dinən, mən yazım, gələcək oxuyacaq bunlar, narahat olun. Bu da müxtəlif nəzərdir. Bəziləri ki, yox. Nə vaxt icazə alsa, icazə alandan sonra nəql eləsə, icazə alıbsa kifayət edir. Yəni nə? Bəzi ustadlar var ki, kimsə ondan icazə almamış, ümumi icazə verir. Deyir, qardaşlar, məndən nə eşitdirsə hədis, qardaşlar, tələbələr, məndən nə eşitdirsə hədis, hamısını icazə verim, nəql edin. Kimsə ona demədi, mənə icazə ver, hədis nəql edin. Bəziləri deyir ki, mütləq şəkildə olar. Bəziləri yox. Baxa görə ki, məsələn, Kuleyni icazə alıbsa, o da icazə veribsə, ona üçün ki, Kuleyninin siğə adamın icazə istəməsi onu siğəlin sabit edir. Çünki Kuleyni kimi adam bir müəllimdən xahiş edirsə, mənə icazə verir, o etibarlı adamdır. Nə ki, mütləqən o özü elə icazə almamış, icazə istəməmiş cəmaata icazə verir. Bu özü də ixtilaflıdır. Bəs bəhsin bunu bil. Bəhs budur ki, aya görəsən, şeyxdən, ustaddan icazə almaq, bir halda ki, biz ustadın siğəli haqqında məlumatımız yoxdur. Sırf bu icazə almaqlıq, şeyxi siğəli sabit edir, yoxsa yox. İndi icazə keyfiyyətləri nətərdir? İnşallah biz bunu gələn dəstə oxuyacağıq. Həl şeyxuxətil icazə, ayətul vəsaqə, aya şeyxdən icazə almaqlıq, yəni icazənin şeyx tərəfindən gəlməsi, yəni şeyxdən icazə almaqda, yəni. Afərin, siğəlin nişanəsidir, ya yox. Məşayixul icazə humullədinə yucizunə litəlamidihim rivayətə kutubihim ənhum av rivayətə kutubul axərin ən tariqihim.
Ağa, məşayixül icazə, məşayix cəmi şeyx də ola bilər də. Yəni o şeyxlərin ki icazəsi ki var, onlar o kəslərdir ki, öz şagirdlərinə icazə verirlər. Ya öz kitablarını nəql eləsinlər onlardan, ya da özlərindən əvvəlki digər alimlərin kitabı bunların yolu ilə. Çünki bunlara da kimsə icazə verib də əlbəttə. Bunların yolu ilə sadəcə. Məsələn, sən mənim ustadımsın. Səndən icazə alıram ki, bir dəfə deyirəm, icazə versən sənin kitabındakı hədisdə ki, sən yazmısan, eşitmisən imamlıya kimi, onu nəql edeyim. Bir dəfə bu sənin kitabın. Bir dəfə deyirəm ki, səndəki kitablar ki var, ya kimlər ki sənə hədis deyiblər, icazə versən, axı, bunu səndən eşitdik. Sənin vasitənlə onlardan nəql eləyək, sonra düzünü hə, məsələmiz. Dava bunun üstündədir. Mənim səndən icazə almağım səni siq eləyir, yoxsa yox. Çox sağ ol. Məsələn, misal fəhəl icazətül thiqə, yəni həl icazətül kuleyni məsələnsin. Ən vahidun minhum yəni həmin o məşayixül icazə, o ustadlardan. Ayətü kavnil mucid thiqə avla, kavnil mucid thiqətən avla. Aya bu nişanədir ki, o həmin o icazə verən siq olur, yoxsa yox? Sən usta, sən tanınmış şəxsən, mötəbər şəxsən. Amma biz sənin ustadını tanımırıq kimdir. Bilmir siqəd yoxsa yox. Sən ondan icazə almağın, sənin ustadını biçim siq eləyir, yoxsa yox. Sən ki siqəsən. Misalla başa salacaq. Bildi ki, bəziləri tam başa düşməliyiz, misal vuracaq. Məsələn, Ən-Nəs Səduq və Şeyx, bunlar ki, siqə adamlar da bu tanıyır. Şeyx Səduq və Şeyx burada, və Şeyx gedibsə, boş Şeyx, yəni Şeyx Tusidir. Və Şeyx, yərviyani kəthirən minəl musənnəfat vəl usulul muəlləfə fi əsar-ı əymə. Adətən görür Səduq və Şeyx Tusi nəql edirlər çox vaxt o musənnəfat, o usullar ki, məsumların dövründə yazılır. Musənnəfat nədir, usul nədir, qabaqda oxuyacaq. Amma bunlar nəql edirlər bunları, bu cürə kitabları, bu cürə təlifləri bil isticaz, icazə demirəm, bil isticazə, tələb icazə. Babı istifanın mənasında tələb ya, icazə tələbi ilə. Yəni öz ustadlarına deyib ki, bizə icazə verirsən, ağacan, əcazə yucizu icazə vermək deməkdir. İsticazə, icazə istəmək, icazə almaqdır. Məsələn üçün, bax, başqa misal vurum. Deyir, ustad izin verir sən çölə çıxasan. Amma mən isə ustaddan istizan eləyirəm. Yəni, izin alıram. İstibab, iftial almaqdır. Bu da bunu deyir. Deyir ki, bil isticazə ən məşayixima. Öz şeyxlərindən icazə almaqla. Nə icazə vermək? İcazə vermək icazədir. Bab-ı ifaldadır. İsticazə, icazə almaqdır. Burada sana misal var. Fəhəl isticazətiz zeynəkəl ələməyn. Aya görəsən bu həmin o iki ələm ki var alim, yəni iki dənə o tanınmış alim, yəni Şeyx Səduqla Şeyx Tusinin icazə istəməli. Av qeyr, ya qeyri bunlar ki var tanınmış siqədlər. Min əlam, başqaları, bunlar mini bəyan edir. Min haula'il məşayix, yəni o həmin o məşayixdən, həmin o ustadlarından icazə istəmək. Dəlilən əla vəsaqətihim. Aya onların vəsaqətliyinə dəlildir. Ya mutlaqan, mutlaqan yəni nə? Üzü bəyan edir. Av indəl müstəciz xassətən. Ya mutlaq siqə sayılır, kullən bizə olan siqəli sabit olur. Ya da ki, yox, yalnız o müstəcizin, o icazə, o müstəcizin yanında siqədir. Məsələn, misal, bəzi alimlər gəlblər ki, ağazan, vaxtı ki, kuleyni bunun üçün icazə alıbsa ondan, kuleyni ondan icazə alıbsa, məsələn, Şeyx Səduq birindən icazə alıbsa, bu dəlil deyil ki, onlar Şeyx Səduqun yanında siqədirlər. Dəlil deyil. Olabsa siqə olsun, olabsa siqə olmasınlar. Amma bu icazə almalı kifayət edir ki, bizə sabit edir ki, o adam siqədir. Bu bir. Bir dəfə deyirik, yox. Şeyx Səduqun ustadından icazə alması
100% bunu çatdırır ki, o adam Şeyx Saduqun yanında siqədir. Şeyx Saduqun nəzərində siqədir. Amma düz bilir ki, ondan hədis nəql Afərin. Onun üçün siqədir. Amma bir çim siqədir, hələ sabit olmuyor. Birinci dediyim başa. Birinci budur ki, ağacan mütləq şəkildə buna siqəli sabit olur. Bitsin. Fərq yoxdur ki, o icazə alanın yanında da siqəli sabit olsun, yoxsa yox. Bir dəfə diqqət elə mənə. Sən mənim ustadımsan. Bir dəfə deyir ki, qıraqdan baxan budur, bu qıraqdan baxan. Deyir, Orxan ki, öz ustadı Mahmuddan icazə alırsa hədis nəql eləməyə, demək qutardı da. Mahmud siqədir, qutardı. İşimiz yoxdur. Necə siqəliyi biz əldə edirik, hansı yolla. Mütləq siqədir. Sən tələsmə. Bir dəfə də belə baxır mövzuya. Murad belə baxır. Deyir, əgər Mahmuddan Orxan icazə alırsa, demək Orxanın yanında bu siqədir. Hələ Mahmudun siqəli ona sabit olmur bala. Orxanın yanında siqəli sabit olur. İndi yaxşı, Orxanın yanında siqə olmaqlıqdan ona xatircəmlik gəlsə ki, o da siqədir, onun da siqə olacaq. Yəni birbaşa ona siqəli sabit olmadı. Orxanın yanında siqə olduğuna görə şayət başqa bir əlamətlərlə onun da siqəli sabit ola bilər. Yəni biləcək ki, Kuleyni biz həssas adamdır da. Kuleyni üçün siqədirsə, mən üçün siqə olmamaq gülmüşdür axı. Mənim üçün də siqəli hasıl. Ha, özün vasitə ilə oldu. Bir dəfə də yox, indəl müstəciz xassətən. Yox, siqəli sabit olur, yalnız o icazə alan şəxsin yanında. İndi ondan sonra sənə sabit olacaq yoxsa o başqa bəhsdir. Əv la yədullu alə şeyin minha. Ya, ümumiyyətlə, heç əslən icazə almaq heç bir siqəli sabit eləmir, fərq eləmir. İcazə almaq... Yəni, kulli qanun, icazə almaq nə sabit edir ki, müstədicin yana siqədir onun ustadı, nə də ki, kimcizə siqəli sabit olur. Vəl kəlam fil məqam məbniyyun əla ənə rivayətə thiqa ən şəxsin la yuaddu dəlilən əla qovnil mərvi ən thiqatun indər rabi. Bəs kəlamımız buradakı, bunu bir dənə diqqət edin. Bunu bir dənə diqqət edin, bu haşiyə üçün buna mətləb tutarım. Bizim bir dənə bəhsimiz var, ayrı bəhsdir. O bəhs bundan ibarətdir ki, bəhs edir. Aya görəsən bir kəsdən rivayət nəql edirsə, icazə yox, sırf rivayət nəzər. Bu dəlildir ki, o rivayət olunan şəxs, rivayət edən şəxsin yanında siqədə yoxsa yox. Diqqət edin. Fərz ilə Kuleyni Əli ibn İbrahimdən hədis nəql edir. Biz də Əli ibn İbrahim tanımırıq. Sırf hədis nəql eləmək görür ki, hədis bundan nəql edir də. İcazə söhbət eləmir, sırf hədis nəql eləmək. Dəlildir ki, deyək ki, bəs onda Əli ibn İbrahim siqədə yoxsa yox. Siqə olmasa rivayət nəql eləməz ki. Ona baxar. Tələsmə. Bu bir dənə bəhsdir. Bu bir dənə bəhsdir. Sırf hədis nəql eləmək, nəql olunan şəxsi də siqəli yoxsa. Bir dənə də bəhsimiz ki, bu bəhsdir. İcazə almaq siqəli sabitdir, düz. Müsənnif deyir ki, bizim bəhsimiz bu məbnaya əsasəndir ki, sırf hədis nəql eləmək, o mərviyyun ənh ki, ondan nəql olanı siqəlin sabit eləmir. O bəhs. Və illə o bəhsi sabit edəcək, bu bəhsi lazımdır ki, bəhs eləyək. İcazəmə nə? Yəni o birinci, icazə, onda... Xod və xod ondan icazəsiz... İndi bu ikincini əgər bizə sabit olsa, onda birinci dediyimiz lazım deyil. Yox, birinci, əgər sabit eləsə ki, bu qaydanı sabit eləsə ki, hər kəs ki, birindən hədis nəql edir, sırf hədis nəql edir, hətta icazə almır, hədis nəql edirsə, mənası budur ki, o hədis nəql olunan şəxs siqədir. Onda icazə söhbət eləmir. İcazə söhbəti yersiz nə lazımdır? İcazə budur ki, sən onun hədisin istən ondan icazəsiz nəql edəməyəsən. Vaxt ki, hədis nəql edəməyi ki, var sən siqə sayılırsa, olab sonra kitabına baxıb nəql edirsə, heç bəlkə onu görməmsən rahatdan, yaxından məsələn. Bu icazədə bəhs edirsə, sevirisi vedun icazə. Hə, başa düşdüm. Deyir ki, bu bəhs o məbnaya bağlıdır ki, biz sırf olaraq hədis nəql eləməklə mərviyyun ənhi, yəni o hədis nəql olan şəxsi siqəliyin sabit eləmir. Və illə o bəhsdə siqəli sabit olursa, bu bəhsə yer qalmır. Vəl kəlam fil məqam, bizim bəhs kəlam bu məqamımızda məbnidir, yəni bağlıdır ki, əla ənə rivayət-i siqə ən şəxsin, siqə bir şəxsin
bir kəsdən rivayət eləməsi la yuaddu sayılmır dəlilən əla qovnul mərviyyun anhu. Mərviydən rivayət olunan şəxs siqadır. Siqatan ində ravi. Bunu çatdırmır, ravinin yanında çatdırmır. Və illa əgər bu çatdırsa, bəhs olsa, fələv qulnə bihadəl əsil və yəni bu əsli biz qəbul eləsəydi, yəni bu cürə olsaydı, fəsticazət-i thiqə kərivayətihi dəlilən əla qovmil muciz vəl-mənmir ən thiqətin. Onda elə bunlar elə ikisi dəlilən olacaq, elə ikisi də dəlil olacaqlar, bir yerdə dəlil olacaqlar. Fərzimiz odur ki, o dəlil deyil. Aydın oldu? Sən burada sanki 2 dənə dəlillə qabağa getsən artıq. Sən bir dənə qəbul eləmirsən, o birisi dəlillə getsən 2 dənə qabağa. Suvarul isticazə. İndi icazə almaq surətləri İza ərəftə zalib fəələm ənə lil isticazə suvarən. İsticazə də icazə almaq üçün müxtəlif surətlər var ki, gələn də soxuyacaq. Niyə sayılmır? Mən sırf bir kəsdən hədis nəql eləsəm, o demək ki, mən onu siqa bilirəm. Höş də eşitmişəm ki, deyilə ki, belə bir şey var. Demirəm ki, yalandır. Nəql eləyirəm əslən. Yox, bilmirəm. Bağlımdır ki. Ağa, diqqət eləmədim biz dənə danışırıq. Ağacan, bəzən mən 100% bilirəm ki, bu hədis var, bu hədis. İmamdan çıxır. Bizim bəhsimiz budur ki, hədis düzdür, səhvdir. Diqqət elə mövzuya. Bəhs eləmir hədis düzdür, səhvdir. Ola bilsin mənə? Düz bir şey yanlış adam çatır. Yox, biz istəyirik bunu bəhs edək. Mən bir kəsdən bir hədis nəql edirəm. Hədisin düz səhvliyinə dörədir. Bəlkə bu hədisin nə qədər hədis var məndə qərinə ki, bu hədis düzdür. O yox. Bəhs budur ki, hədis nəql etməyim onu siqa eləyir yoxsa yox. O da şəxsi Rahat deyirəm da, bu hədisi düz bilməsə nəql eləməsi var. Ay qardaş. Yox, o hədisin mən nəql şeyxcan. Ağadan. Amma natiqcə bəzən nəqlin səbəbi ittisala görədir. İstəyirəm sənəd ittisalı olsun, muttasil olsun. Başa düşün. Şazzabdan da nəql hədis qəbuldur. Həmişə yox. Həmişə yox da O bəzi. da özü bir məlumatdır. Yox, ağa, kəzzabdan yox. Biz həmişə danışmırıq. Onda kəzzab da ola bilər. Ağacan, sən diqqət et. Kəzzab bir üçün problem yaradır. Amma bir kəs fərz ki, imamın dövrünə yaxındır. Hədisi 100% bir ki, imamdan çıxır. Bunun üçün silsilə sənədində kimlərin olması mühümdür. Vəsətdə biri zəifdir. Onun üçün zəif olmayacaq artıq. Biz tanımırıq orta kəzzab. Bəlkə onu kəzzab bilmir, biz onu kəzzab biləcəyik. Siz ispat edəcək ki, bu adam biz üçün zəif yoxsa yoxdur. Yox, bizim bəhsimiz odur. Bir bəhsə diqqət elə, baba. Bəhsin müzakirə yerinin, mövzunun yeri haradır, onu tutmaq nisfi dərsdir. Diqqət elə. Biz o bəhs ki var, sən indi sual verdin, bizim bəhsimiz o deyil. Sadəcə sual versən niyə belədir, belədir, ona görə cavab verəm. Yox, iyi bəsdir. Sual budur ki, sırf bir kəsdən bir hədis nəql eləməklə həm də bunu çatdırmaq istəyirəm ki, o adam mənim yanımda siqədir. Hədis. Necə zahirəm? Uzaq başı bunu çatdıra bilərəm ki, bu hədis mən üçün mötəbərdir. Amma ümumi qanun çıxsın ki, bu adam mənim yanımda siqədir. Sabah mən ondan hədis nəql eləməsəm, bu adam başqa silsilə-i sənəddə də qəbul olsun. Çün Kuleyni bundan hədis nəql edib deyə o siqədir, bunu harada çatdıracaq? Ağacan, X adında şəxsdən Kuleyni hədis nəql edib. Sən X-i bildin siqə. İndi fərz elə X-dən Kuleyni hədis nəql eləmək. Başqa hədisdə silsilə-i sənəddə gəlir. Sənə mən deyirəm ki, ağacan, nəyə görə sən onu silsilə-i sənəddəkin düz bilirsən? Mən zahirin zehnimə bu saatda... Sən deyirsən ki, çünki mən bir dənə hədis görmüşəm, Kuleyni ona hədis nəql edib. Kuleyni ona hədis nəql edibsə, bəs o siqədir. Ona görə, belə, ürfdə də belə şey yoxdur. Sən qabil et.